Sual nömrə 17. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Çaylar və onların qidalanma mənbələri təqdim edilib. Biz doğru sıraları müəyyənləşdirməliyik. Tərtər çayı vulkanik yayladan başlayır və keçdiyi ərazidə maqmatik çuxurlar geniş yayıldığına görə səth suların formalaşmır və çayların qidalanmasında yeraltı sular iştirak edir əsasən. Birinci sıra yanlışdır. Ağsu çayı Şirvan hövzəsinin çaylarına aiddir. Şirvan hövzəsinin çayları əsasən yeraltı və yağış suları ilə qidalanır. İkinci sıra doğrudur. Gilançay Naxçıvan hövzəsinin çaylarıdır. Naxçıvan ərazisindən axır. Gilançay həmin ərazidə axan çaylardan fərqli olaraq Qapıcıq ətrafında formalaşan qar və buzağın ərinti suları ilə qidalanır. Bu sıra yanlış olacaq. Araz çayın Məndon qollarının keçdiyi ərazidə maqmatik çuxurlar geniş yayıldığına görə bu çayın qidalanmasında əsasən yeraltı sular iştirak edir. Doğrudur. Viləş çayı Lənkəran hövzəsinin çaylarına aiddir və bu ərazinin çayların qidalanması əsasən yeraltı və yağış suları iştirak edir. 5-ci sıra yanlışdır. Pisar çay Qobustan-Abşeron hövzəsinin çaylarıdır və bu çayların qidalanmasında əsasən yağış suları iştirak edir. Bu sıra doğrudur. 2, 4, 6 A variantı doğru cavabdır.